İqtisadçı Fərhad Pərvezinin bir videosu qabağıma çıxdı. Videoda əsaslandırmağa çalışır ki, dövlət bəs uşaq pulu verə bilmir, çünki dövlətin pulu yoxdur. Dövlətin pulu olması üçün də gərək dövlət vergiləri artırsın. Hal-hazırda dövlətin büdcəsi 60% vergilərdən, rüsumlardan formalaşır və bu da o anlama gəlir ki, hər bir Azərbaycan vətəndaşı istər sahibkar olsun, istər adi vətəndaş olsun, dövlətə 60% vergi verir. Əgər biz uşaq pulu istəyiriksə, onda gərək vergilər də 80%, 90%-ə kimi qalxsın. Birincisi, bu rəqəmlərlə bir balaca Fərhad bəy manipulyasiyaya yol açıb. Çünki dövlət büdcəsinin 60% vergilərdən, rüsumlardan formalaşması hələ o anlama gəlmir ki, hər bir vətəndaş 60% vergi ödəyir. Bunlar paralel olaraq bir-birlərinə bağlı rəqəmlər deyil. Məsələn, dövlətlər var ki, onların təbii sərvətləri demək olar ki, yoxdur və dövlət büdcəsi də həmən ölkələrdə 90%, 95%, hətta bəzi ölkələrdə 100% demək olar ki, məhz vergilərdən, rüsumlardan formalaşır. İndi bu anlama gəlir ki, həmin ölkələr 100% vergi ödəyir, həmən ölkələrin vətəndaşları 100% vergi ödəyir. Yəni bu mümkünsüz bir şeydir də. Yəni bu rəqəmlər dövlətin büdcənin formalaşdığı rəqəmlə vətəndaşın ödədiyi vergi rəqəmi fərqli rəqəmlərdir. Yəni burada Fərhad bəy bilmirəm bilərəkdən və ya bilməyərəkdən yanlışlığa yol verib. İkinci məsələ, iqtisadi baxımdan Fərhad bəyin dediklərinə bəlkə də bir balaca haqq qazandırmaq olardı ki, Azərbaycan Almaniya kimi sivil, demokratik, şəffaf, ədalətli bir ölkə olsaydı, təbii ki, ədalətli, şəffaf, demokratik bir ölkədə əgər bütün göstəricilər dəqiqliyi ilə, şəffaf şəkildə xalqla paylaşılırsa, xalqla bölünürsə, təbii ki, və dövlətin də müəyyən bir ödənişlər üçün, sosial yardımlar üçün pulu çatmırsa, bu halda Fərhad bəyin dediklərini haqq qazandırmaq olar. Dövlət gərək büdcəsini artırsın ki, bu da üç cür baş verir. Ya vergilər, rüsumlar artırılmalıdır, ya təbii sərvətlər formasında əldə olunmalıdır, ya da ki, dövlət borc götürməlidir. Yəni, bu halda bəli, haradasa başa düşmək olar. Amma Azərbaycan elə bir ölkə deyil. Azərbaycan beynəlxalq korrupsiya reytinqlərində ən aşağı sıralarda yer alır. Beynəlxalq qurumların demokratik indekslərinə görə Azərbaycan yenə də ən aşağı sıralarda yer alır. İstər ədalət, istər şəffaflıq baxımında Azərbaycan yəni bütün bu reytinqlərdə ən sonuncu yerlərdə qərarlaşır. Yəni belə bir ölkəni ədalətli ölkə kimi analiz edib bu cür arqumentlər gətirmək ümumiyyətlə yersizdir. Yaxşı, onda mən Fərhad bəyə sual verirəm. Əgər dövlətin pulu yoxdursa, uşaq pulu verməyə, bəs necə olur ki, regionda bizdə ərazi baxımından və əhali baxımından demək olar ki, 3 dəfə balaca olan Gürcüstan uşaq pulu verir. Gürcüstanın nefti yox, qazı yox, təbii sərvətləri bizdən də qat-qat az, vergilər də Gürcüstanda hətta bizdən daha az. Yəni Gürcüstan vergiləri də, rüsumları da bizdən az toplayır və təbii sərvətləri də yoxdur. Yaxşı, necə olur ki, Gürcüstan uşaq pulu verə bilir, bəs biz Azərbaycan bu uşaq pulunu verə bilmirik. Eyni zamanda, yaxşı, əgər dövlətin pulu yoxdursa, necə olur ki, hansı nazir həbs olunursa, hansı icra başçısı həbs olunursa, hansı prezident administrasiyanın nümayəndəsi həbs olunursa, bunu biz Ramiz Mehdiyev olayında gördük, ondan qabaq Səlim Müslümov da, Əli İnsanov da, Səhiyyə Naziri və Sosial Müdafiə Nazirlərinin həbsində, istər icra hakimiyyətlərinin həbsində, istər deputatların milyonlarla, hətta 10-100 milyonlarla əmlakları, torpaqları, pulları, maşın kolleksiyaları üzə çıxır. Yaxşı, Fərhad bəy buyursun, bunu izah eləsin ki, bəs necə ola bilər ki, dövlətin pulu yoxdur, amma bu məmurlar o pulu tapırlar. Demək ki, dövlətin pulu var. Sadəcə həmən o pullar, dövlət büdcəsi düzgün formada bölüşdürülmür, düzgün formada xərclənmir və düzgün formada da bu xərclərə nəzarət edilmir. Və bizim də və xalqın da tələbi məhz budur. Budur ki, heç nəyə artırmağa ehtiyac yoxdur. Nə vergiləri artırmağa ehtiyac yoxdur, nə dövlətin hansısa bir başqa dövlətdən borc götürməsinə ehtiyac yoxdur, nə də ki, ehtiyat fondumuza müraciət edərək oradakı pullardan xərcləməyə ehtiyac yoxdur. Sadəcə düzgün və şəffaf, ədalətli idarə etmə sistemi Azərbaycanda olarsa, uşaq pulu verməyə də pul da tapılacaq, nəinki uşaq pulu verməyə? Müxtəlif növ sosial yardımların verilməsinə, müxtəlif növ insanların həyat səviyyəsinin artırılmasına xidmət edəcək layihələrin həyata keçirilməsinə imkanlar yaranacaq.
Yəni təbii ki, siz iqtisadçısınız, siyasətçi deyilsiniz. Bu məsələləri bilmirsiniz və yaxud da ki, bilirsiniz, özünüzü bilməməzliyə vurursunuz. Bu da ayrı bir mövzudur. Yəni ən yaxşısı mən sizə tövsiyə edərdim ki, ümumiyyətlə bu cür siyasi məzmunlu məsələlərlə bağlı fikir bildirməyin. İlk növbədə özünüzün nüfuzunuzu aşağı salırsınız. Yəni azdan çoxdan bir ekspertsiniz, iqtisadçısınız. Yəni çalışın ümumiyyətlə bu siyasi məzmunlu məsələlərlə bağlı fikir bildirməyin. Başqa yüzlərlə iqtisadi mövzular var. Nə bilim Bitcoin-la danışın, Ethereum-la danışın, nə bilim qızılın enib qalxmasından danışın, baş verən proseslərin neftə təsirindən danışın. Yəni nəyinizə lazımdır uşaq pulu mövzusu? Yəni onsuz da yanlış danışırsınız, məntiqsiz danışırsınız, özünüzü nüfuzdan salırsınız.